Bismillah. Heç kim bunu gözləmirdi. 2026'nın ən güclü bürcləri. Heç kim bunu gözləmirdi. Amma 2026'da bəzi bürclər sözün əsl mənasında güc zirvəsinə qalxacaq. Bu dəfə söhbət sadəcə şansdan yox, tam transformasiya, iradə və böyük qələbələrdən gedir. 2026'nın ən güclü bürcləri. Əqrəb, külündən doğulan lider. 2026 Əqrəb üçün yenidən doğuluş ili olacaq. Keçmişdə itirdiklərini geri alacaq, düşmənlərini susturacaq, güc və nüfuz qazanacaq. Bu bürc emosional olaraq sərtləşir və artıq heç kim onu dayandıra bilmir. Oğlaq, səssiz güc partlayışı. Oğlaq üçün 2026 zirvəyə çıxış ilidir. Karyerada sıçrayış, böyük pul və imkanlar, rəqiblər üzərində açıq üstünlük. Onlar sakit irəliləyir, amma ilin sonunda hamı onların gücünü görəcək. Qoç, qorxmaz qalib. Qoç 2026'da risk edib qazanan tərəf olacaq. Yeni başlanğıclar uğur gətirir. Liderlik qabiliyyəti artır. Qorxusuz addımlar böyük nəticələr verir. Bu il qoç üçün dayanmaq yoxdur. Ya hamısı, ya heç nə. Şir, taxtına qayıdan kral. Şir bürcü 2026'da öz səhnəsinə geri dönür. Şöhrət və diqqət artır. Özünə inam zirvədə olur. İnsanları arxasınca aparır. Bu il şir üçün parlaq və hökmran bir dövrdür. Nəticə, 2026 adi il deyil. Bu güclülərin seçildiyi ildir. Əqrəb, oğlaq, qoç və şir bürcləri digərlərindən fərqli olacaq. Daha cəsarətli, daha dözümlü, daha qərarlı olacaq.